İnşallah bunu saçıqdır. Elə belə də yalanlar. Salam hörmətli izləyicilər, aprel ayının 1-də Naxçıvan şəhərində, Naxçıvan bazarında kətçimizi tapmışam Hüseyn Bazar olsun. Sağ ol, xatlanmalı, xoş sağolun. Baxıram, heç kət neymətlərindən yoxdur, hamısını alıb satırsan. Bəli, mütləq almalı, hamısını alıb satırıq. Siyələklərə baxıb, biri alma boyda. Bu Bənövşəhər əhdə kələm nədir? Biz heç ondan görməmişik, yeməmişik. Salat üstündür. Üstəşirlər də qıvırcıqdır. Üstəşir gül kələm deyirlər, televizorda görmüşük, hələ dadına baxma. Kursda da görmüş olarsan, evdə olar. Pırasadır bu. Üstəşlər nədir? Pırasadır, nədir? Qıvırcıqdır. O da o birinin yarpaqlı formasıdır. Beyni şeydir. Hə, çahıdır deməli onun adı. Orada da qurtlarıdır. Qonşularına necə yola gedirsən Elmana? Xoş gördük səni Elman. Səni 40 min nəfər izləyəcək, biz elə sıradan adam deyilik. Nə satırsan deyinə göndərək gəlsinlər bura. Kim nə istəsə göndərmək üçün kargonumuz var. Yağları burada çəkir. Onlar özün çəksən yağı. Biraz boronu tumu var, dəstək çəkə bilərsən 1-2 kilo. Çatandır, zərə yoxdur, semişqa yağdır. Biya sündürdən danış. Semişqa yağdır, belə çəkir. 1 kilo semişqadan bu çıxır. Xeylə çıxır deyil? Yarım litr çıxır. Yeyən də isti eləmirsən, deyirsən yağı yox. Şəhlik, yəni kəhli otu da. Türkiyədən gəlir, kəhli otu da, çəkir, başqa bir şey. Bizim kəhli otun qoxusun verir. Yox, başqa bir şeydir da. Bunda elə ki, məsələn, ədviyyat kimi də istifadə edə bilərsən. Mağaza kimi. Bir çimdik baxım görüm. Deyək ki, məsələn, bu əssə. Elə iyi yoxdur, çəkir. Göz ağrısına yaxşıdır. Məsələn, yeməklərə kebab ədviyyat kimi başqa bir iyi var da, azdır. Biraz gəldi o da. Başqa bir iyi var. İstanandan sonra bir də kimyon nədir? Onu da dizilərdə eşitmişik. Köftəyə vururlar nədir? Kimyon. Və limon duzu. Bu da öz istehsalımızdır. Bu canlıdır. Zirə, yəni zirə. Zirə var. Zirə kəndi bununla bağlıdır. Məzrə, onun da kəndi var. Şüyüt var. Toxumlardır bunlar. Kəvər. Petruşka. Piotrun pencəridə. Bunlar ancaq toxumlardır. Bunlar da o çəkmişsiniz. Sarı köy də sizdəndir. Sarı köy özümüz çəkirik. Belə bu aparatda çəkirik. Köküdə bu. Bu sarı köy. Sizinki orijinalda qartısı yoxdur. Sumaq da özümüz çəkirik. Elə bir ordubatları alır da, indi gəlir özümüz çəkirik. Sumaq bizim kətdə şövqü satır. Bazarını öldürdü uzun. Onu elə ki, həyətlərdə saxlayırlar, gözlürük geçsin, müştərilərimiz var. Bu gözlürük, bunu belə tutduruyor. Baxım görüm. Bu payızda yığılsa qırmızı olur da. Siz eləsi var ki, yığırlar da gömcək, tez-tez yığıb. Yox, avqust ayından yığırlar, ona görəcək olur. Bunu gözləmək lazım. Çoxun həyatında var, bunu belə gözlüyünə deyil. Biləvdə, Beyrutda, bizdə də gözləyən var. İndi sənə bəlkə dəh gələnlər tez yığıb gətirdikləri də, ona qədər turşu olmur. Desənə, birinci kütdür. Bitburnular neçədir? Bitburnu xoşuma gəlmədi onda. Ya yubadıb geciyiblar. Niyə belədir? Üstündə çox quruyubdur, qırışıb. Kəhli otu. Limonlu var, qızılgüllü var. Bu limonlu nədir deyirlər? Mən tanımıram. Nə olur şundan? Bir dənə çimdik ver görüm. Limonlu da verəcəm, qızılgüllü var. O kino var ya, ulduz kinosunda calaq eləyiblər, lim, çay, ondandır. Yoxsa təbii şeydir. Baxın, bir çimdik ver, salarsan yer. Belə az. Ha, bunun həqiqətən başqa icadı. Bu da qızılgüllüdür. Tanış olun. Ondan da bir iddiasını ver. Bunlar hansı kəpşəndə bitir? Şahbuzda, Kesilidə yoxsa hardan gəldi yığırsılar? Bu qızılgüllün arışdan gəlir, şahbuzdan gəlir. Kəm bir dənə uzmanı var. Çox adam satır, amma bu başqa bir şey. Qılıqda bir iyidir. Azmasan gəlməz. Ha, bunda iyi başqadır. Bu qızılgüldür. Hüseyin kətçimiz deyir ki, Az TV-dən gəlib. Az TV-nin heç mən qədər abunəsi var. İkisinin farkı yoxdur, birimir alardım. Mən dedim Az TV-də Bu da Pilgrim aldım. Pilgrim alımdır, Xaçdiyandır. Amma bizə yox. Bəlkə mənim xətrimə bu gün bizi apara bir yerə.
Aparar. Bankın müdürü qoyarlar, dazat qatmaya hasrat. Ha, müdür olsa da bununki deyil ki, maaşa işləyəcək. Heç olmasa birisi bankın müdürü. Elman bu solmaz çiçəkləri hansı bölgədən gəlib? Yəqin ki, bizim rayonlardandır da. Şahbuzdan olar, Ordubad olar. Bundan hər gün içirəm mən. Səhər ac qarnına işdə, ödə böyləyə yaxşı. Hə, çoban yastıqdır. Qaraciyərə yaxşıdır, yağlanmasını götürür. Buyurun. Bu nə otudur? Azlıq odur. Malın baxdığı azlıq. Nə? O azlıq otur. Dava gözü də deyirlər, azlıq otur. Arıqlamaq üçündür. Birin yedim bundan. Çaylar var. Badırın yəqin batırış deyirik biz. Batırış, Melisa. Türkçə adı deyəsən odur. Üzərik var. Biz buna qara yarpız deyirik. Görək. Elmangil buna nə deyir? Elman buna siz nə deyirsiniz? Biz qara yarpız deyirik. Qara yarpız deyir, internetdə gilə məzrədir. Gilə məzrə. Bu biri sarı ot. Tapdaq olar. Elman bu nə otudur? Aslan pəncəsidir. Birinci dəfə eşidirəm, görməmişəm. Bu biri Şirin biyandır. nə şirin bir yan var, ancaq kökünü çıxartmamışıq. O da faydalı bir şeydir. Bu Bənövşəhər əhli. Ada çayıdır. Ada çayı. Bu bilən hamısı kəryotun türləridir. Bibəkiyə nədir bəs? Biberiyadır, rozmarin. Ha, rozmarin. Deməli bu biberiyaymış. Deyək ki, məsələn, saç dökülməsinə yağlanmaya, aynı safadır məsələn bu. Biz yuvamışıq da başda tüysət qalmayıb. Çıxartmaz. Aynı safa. Safa. Bağırsaq qastritinə yaxşıdır, aynı safa. Aynı safa. Bu qızılgüldür. Bunu tanıyıram. Bu da ümsəsidir, ləçəyidir. Bu nədir? Anason nədir? Yıldız anason o Türkiyədən gəlir, o da sinir sisteminə yaxşıdır, faydalı. Yıldız ora bir Ö hərfi də qoyarsan, oxuyamadım. Yıldız olsun. Yıldız anason. Bu bizə çösə gülü deyirik buna. Zəfəran da deyən var, ancaq yox, zəfəran belə deyil. Deyir, amma biz sağolacıl deyirik, sağ çiçək deyirik. Bu zəfəran deyilən başqadır. Zəfəran İrandan gəlir, amma Bakırlı buna zəfəran deyir. Baxır onun tarlalarına, o bitki başqadır, bizimki başqadır. Bu açıq 5-6 qönçəsi olur, 2 gündən bir də yığırıq. Ay. Bu sobudan. Deyərsən ki, Ordubadlılar belə bir iş görərsiniz. Ordubadlılar qoymasa da, gəlib Ordubaddan yığmışsınız da sobuları. Nasıl? Orada bir dənə yığırsınız, əziyyətlə yığırsınız, amma belə bir iş görür. Həqiqətən yaxşı yığılıb. Neçədir? 25 manat. 25 manat. Real müştəri olsa 20 manat. Olur. Baldırğan var, çaşır var. Çaşırların qiymətində Çaşır 30 manat. 30, sən yaxşı verirsən ki, bizim kətlərdə 35. Yo, indi təzə qalxıb da bir az. Əvvəl elə 25 manata satılır. Təzə qalxmış. Getdik də biraz yox. Fərqli bir pəncər gördük bugün. Bu ay pəncəsindən birini çeynirəm bayaqdan. Nəyə xeyridir, ancaq fərqli bir dadı yoxdur. Aslan pəncəsi. Ha, Pəncəsi daşı salır. Qadın xəstəliyinə yaxşıdır, prostata yaxşıdır. hər yerdə bitir bundan. Aslan pəncəsi. Yox, mən Gözələrdə zadda olur. görməmişəm, ya fikir verməmişəm. Qəşəng olur. Ordubadın göründü ha. Bəlkə də fikir verməmişəm. Bundan sonra gözüm axtaracaq. Kişi də cinsi ağlasın. Yarpızdır, laf yarpız. Hə. Sıradan yarpızda çay kənarında gözələrdə bitəndir. O sarılar nədir? Sirkədir, alma sirkəsidir, bir də üzüm sirkəsidir. Ha, bizdə də var. Lazımdırsa biz də istəyirsə eləmişə gətirə bilərik sizə. Armud sirkəsi, gilanar, alma. Bundan olan var səndə bax, şöyle birindən olan. F1 su. F1 ferası. Bazarda bütün nemətlərdən var, alıcı azdır.
Erman sağ ol. Hüseyin sağ ol. Birazdan izleyebilirsiniz videomuzu YouTube kanalında. Gerçi biz 20 tane çölden 3 tane